Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyevin doğum günüdür. Oxu az xatırladır ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib. Milli qəhrəman Yunan-Roma güləşi üzrə dəfələrlə respublika çempionu, ümumİttifaq və beynəlxalq yarışların qalibi olub. Onun rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSR çempionu olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə Taborun kəşfiyyat bölməsinin komandiri, sonra Tabor komandirinin təchizat üzrə müavini təyin edilib. 1988-ci ilin fevralında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan Azərbaycanlıların deportasiyası başlanıb və ilk qaçqın dalğası Qubadlıdan keçib. Elə bu illərdə Əliyar Əliyev Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınır. Onun təşkil etdiyi tabor cəmaət arasında Pəhləvanlar taboru adlanıb. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilib. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunub. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-na qədər kəndini 4 gün ərzində ermənilərdən azad edib. Milli qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2 kilometrliyində olub. Tikanlı zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Qubadlı şəhəri 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunub. Digər işğal altında olan torpaqlarımızla birlikdə Qubadlı da düşmən tapdağından azad edildikdən sonra milli qəhrəmanın qəbri bərpa edilib. Qəbirdaşı hazırlanaraq ətrafı səliqəyə salınıb.